Salam aleykum və rəhmətullah. Bugün mən brokolinin bir neçə faydası haqqında danışmaq istəyirəm. Yəni, brokolinin ümumi faydalarından yox, bir neçə faydasından danışmaq istəyirəm. Məsələn, Azərbaycanda deyərdim ki, təxminən də dərman bitkiləri ilə maraqlanan, kimlə soruşsan ki, brokolini qalxanvari vəzi xəstəliklərində istifadə etmək olarmı? Deyəcək ki, yox, olmaz. Deyərdim, 99% insan deyəcək ki, olmaz. Niyə olmaz? Ona görə ki, deyir, qalxanvari vəzi, brokolinin istifadəsi qalxanvari vəzini daha da tənbəlləşdirir. Buna görə olmaz. Bu həqiqətdirmi? Bəli, həqiqətdir, düzgündür. Amma biz bəzi qalxanvari vəzi xəstəliklərində brokolini yazırıq. Maraqlıdır. Niyə? Ona görə ki, brokoli qalxanvari vəz hiperteriozunda faydalıdır. Hipoteriozunda isə bəli, olmaz. Deməli, hipoteriozlar zamanı qalxanvari vəzdə tənbəllik əmələ gəlir və bu zaman TSH deyilən analizlər yüksəlir. Hiperteriozlar zamanı isə əksinə TSH düşür və qalxanvari vəzi daha aqressiv çalışır. Və bu çalışma nəticəsində Bazedov adlı bir xəstəlik əmələ gəlir. Gözlər belə dombalır, sifət parıldayır, insanların da bədənlərində, əllərində əsmələr əmələ gəlir və arıqlama və əsəb əmələ gəlir. Və bizə bu zaman nə lazımdır? Bizə bu zaman lazımdır ki, qalxanvari vəzinin o aqressiv fəaliyyətini zəiflədək. Bax, bu zaman bizə brokolini yemək faydalıdır. Görürsünüzmü? Ümumiyyətlə, bir şey haqqında həmişə mütəxəssisdən məsləhətləşmək çox yaxşıdır. Məsələn, kənardan hər indi bir söz deyə bilər, amma bir mütəxəssis buna rəy verəndə görürsünüz ki, bizim bildiyimiz bəzi faydasız şeylər bizim üçün faydalı ola bilir. Bizim bilmədiyimiz bəzi faydalı şeylər isə əksinə bizim üçün faydasız ola bilir. Ona görə də biz brokolini qalxanvari vəzi xəstəliklərində belə tətbiq eləyə bilərik. Və biz brokolini bu zaman necə tətbiq etməliyik? Bu da bir maraqlı sualdır. Çünki biz brokolini qaynadan zaman qalxanvari vəzinin o aqressiyasını azaldan maddələri biz orada əksər hissəsini öldürmüş oluruq. Ona görə də biz brokolini bu zaman çiğ istifadə eləməliyik. Çiğ brokolini çox adam yaxşı yeyə bilmir, xoşuna gəlmir. Ona görə də brokolini çiğ yeməyin ən yaxşı üsullarından biri, mən məsələn məsləhət verərdim ki, nar şəraba batırıb yeyə bilərsiniz. Müxtəlif turşular olur. Məsələn, zoğal turşusu hansı balıqla yeyilir. Bax, bunun özünə belə batırıb yeyə bilərsiniz. Çox yaxşı olur. Onu bir yoxlayın. Əgər evinizdə hiperterioz qalxanvari vəzi xəstələri olan insanlar varsa, hər gün bundan 100-150 qram götürür, təzə brokoli və bunu batırır nar şəraba yeyir. Çox gözəl dadı olur, çox sevimli dadı olur və çox güclü antioksidanttır. Ümumiyyətlə, nəinki qalxanvari vəzi xəstələri bunu istifadə edə bilər. Eyni zamanda süd vəzisində daimi əziyyət çəkən xanımlar var ki, süd vəzilərində kistalar əmələ gəlir, düyünlər əmələ gəlir, sulu kistalar əmələ gəlir, adət vaxtı şiddətli ağrıları olur süd vəzilərində, bax, boyun, qoltuq altında vəzilər əmələ gəlir. Bunların hamısı brokolini bu formada daha da rahat istifadə edə bilər və daha da çox faydalıdır. Nəinki xanımlara, eyni zamanda kişilərə də çox faydalıdır. Bundan bu formada istifadə edən kişilərdə prostatit heç vaxt olmur. Və yaxud da prostatitdən əziyyət çəkən kişilər varsa, brokolini bu formada, yəni çiğ batırır, nar şəraba yeyir. Gündə 100-150 qram. 100 qram elə bəs eləyir. Təxminən bir ay, 2 ay bunu eləyirsiniz. 1-2 aydan sonra analiz dəyərlərinizə baxın. Əgər sizdə həqiqətən yenə də analizə problem varsa, yəni TSH aşağıdırsa, yenə də 1 ay davam edə bilərsiniz. Ondan sonra yenə də analizimizə baxın. İnşallah ki, düzələcək, görəsiniz. Oldu, çox sağ olun. Allahım şəfa versin, biz də içində, amin.